Verilişimizin 5 yaşı tamam olur. Bu 5 yıl ərzində biz sizlərin şad günlərinizdə yanınızda olduq. Sevincinizə şərik çıxdıq. Xoşbəxt anlarınızı lent aldıq. Toyun sədası verilişinin 5 illik münasibəti ilə təbrik edirəm. Xeyirli, uğurlu olsun. İnşallah davamlı olsun. Bundan da yaxşı uğurlar qazansın. Təbrik edirəm. Aparıcı Azadı da, Orxan qardaşımızı da, hamısını. Başlayar. Mövsüm mənimizdə gəldi. Onlar mövsüm. Hə. 1, 2, 3 mövsüm mənimizdə halda yerləşir. Bir də nə olar? Müğənnilərin yanında. Mövsüm Mövsümdə yerləşdirəcəm. Əsəsə bax. 1, 2 yanır. Ora yanır. Düz verirsən. 30-dur. 30 deyil axazatda. 635. Çıxar nömrəsini içəri. 30. 1. Nerede bu yanısa gazi balık? Allah can sağlığı versin size. Allah sizin sesinizi size çok görmesin. Hər vaxtınız xeyir, hörmətli. Mikrofon yaxın. Qoşusun. Aha. Getdik. Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar, hörmətli xalqımız. Mən də bizim Azad müəllimi bu verilişi münasibəti ilə təbrik edirəm. 5 illik, 5 yaşı tamam olur. 5 yaşı münasibəti ilə təbrik edirəm. ATV kanalı, bizim gözəl, baxımlı ATV kanalımız müdiriyyəti başda olmaqla təşəkkürümüzü bildiririk. Bizim bu sevimli, baxımlı, bütün dünyada baxımlı kanalımız uğurlu olsun, həmişə var olsun. Toyun sədası verilişi axarlı olsun inşallah. Həmişə toylarda olaq, Azad da xalqımızın gözəl adət-ənənəsin, toyların çəksin, xalqımıza təqdim eləsin inşallah. Uğurlar hamınıza, uğurlar arzulayırıq inşallah Allah'ın köməyi ilə. Azad başlayaq qədər. Öpücük göndər belə. YouTube'a koyarsan ne kadar hem çekiyor hem. Belli işte belli. Bir de müğennim sanatçılarında hafız. Ona da benzeri. Adı da kendisi.
xəbərdar olun. Nə xoş bizə ki, el şənliklərimizin gözəl adət-ənənələrini, bax belə gözəl və o sevincdən hər evə pay apardıq. Və o sevincdən hər evə böyük həvəslə, hətta deyərdim ki, canfəşanlıqla pay apardıq. Bu da o deməkdir ki, nə xoş bizə ki, gözəl el adət-ənənələrimizi, gözəl, maraqlı həyat hekayələrimizi işıqlandırmaq bizə qismət oldu. Əziz izləyicilərimiz, bu gün bura, bax, belə gözəl ailələri dəvət eləmişik. Toylarında iştirak edən gözəl, dəyərli sənətçi qonaqlarımızı dəvət eləmişik. Xoş gəlmişsiniz hər biriniz. Bugün həqiqətən də bir bayramdır. Sevincin, xatirələrin və toyun sədasının bayramı. Geriyə baxanda xoşbəxt olan ailələrin xoş sədasını eşidəndə ürəyimiz fərəh bürüyür. Bunu sözlə ifadə etmək çətindir. Bəlkə də bu hissin möhtəşəmliyidir ki, əziz izləyicilərimiz, uzaq məsafələr bizim gözümüzə bir andaza qısa görünür və əziyyətimiz yox olub gedir. Bundan gözəl nə ola bilər? Bax, belə gözəl tamaşaçı sevgisi, tamaşaçıların sevgisi nəticəsində verilişimiz ritmlər sırasındadır. Verilişlərimiz baxılır. Bunun da hər birinin əsas səbəbkarı, bax, belə gözəl dəyərli sənətçilərimizin verilişlərdə iştirak eləməyi, gözəl ailələrin, cütlüklərin, toy şənliklərini çəkib tamaşaçılarımıza təqdim etməklərimizdir. Bugün burada bizim dəyərli sənətkarımız, Respublikanın əməkdar artisti, öz ifaları ilə Azərbaycan musiqi sənətində xüsusi yer tutan Yusif Mustafayev. Xoş gəldiniz, Yusif. Bəli, xalq ulduzundan tanıdığımız, bildiyimiz, səhnədə duruşu ilə, oxuduğu ifalarla, hamımızın könlünə oxşayan, gözəl, məlahətli səsi ilə, hamımızın könlünə yol tapan, gözəl avazı var, muğamları var, zənguləsi var. Bu xanımı da təqdim edim. Onunla da bu yaxın günlərimizdə toyun sədası verilişində iştirak elədik. Goranboy toyunda, Goranboy elində. Və əziz izləyicilərimiz, sona bülbüllərin möhrünü qoymuş. Qarabağ torpağının, Ağdam torpağının böyük sənətkarı və əziz izləyicilərimiz, bugün bizimlə bərabər Rəhman Cəbrayılının rəhbərliyi altında sevimli şua ansamblı bu toyumuza, bu gözəl, maraqlı anımıza daha da rəng qatır. Xoş gəldiniz. Bugün əziz izləyicilərimiz studiyamızda, bax belə bir gözəl məkanımızda dəyərli toylarını çəkdiyimiz, işıqlandırdığımız ailələrimiz, cütlüklərimiz iştirak edir. Sizlər də xoş gəlmişsiniz. Uzaq məsafəni qət edib, bugün bizim dəvətimizi qəbul edib gəldiyinizə görə sizə dərin minnətdarlığımızı bildiririk. Əziz izləyicilərimiz, mən çox uzatmaq istəmirəm Yusuf müəllim. Sizi istərdim bax bura, bu meydana dəvət edən.